Dağların sırrı, ümidin izində uzaq dağların ətəyindən zamanın unudulmuş küncündə yerləşən Qızılqaya kəndi, əsrlərin sirlərini və əbədi ümidini özündə cəmləşdirmişdi. Bu kəndin dar daş küçələri, hər bir küncündə yaşayışın və keçmişin dərin izlərini daşıyan evləri, kənd sakinlərinin ürəklərində nəsildən nəsilə ötürülən hekayələrlə dolu idi. Hər səhər günəşin ilk şüaları qızıl rənglərlə dağları bəzəyərkən, kəndin insanları öz həyatlarının bir parçası olan o qədim sirri xatırlayırdılar. Dağların səsi, o səs ki, hər kəsin ürəyində gizlənmiş ümid və sevgi nağılını danışırdı. Kəndin sakinlərindən biri, cavan və həyəcan dolu ürəyi ilə tanınan Murad, uşaqlığından bəri bu səsin çağırışını dinlədiyini deyirdi. O, kiçik yaşlarından bəri gecələr ulduzların altında oturub dağların zirvəsinə baxaraq, o səsin özü ilə bir sir daşıdığını hiss edərdi. Murad, valideynlərindən və yaşlılardan eşitdiyi hekayələrdən dağların zirvəsində gizlənmiş qədim bir xəzinənin və ya unudulmuş bir bilginin varlığından danışan əfsanələri dinləyərək böyüdü. Bu hekayələr onun ruhunu dərin düşüncələrə sövq etmiş, bir gün o səsin izini tapmağa qərar verməsinə səbəb olmuşdu. Bir payız səhəri, yarpaqların saralıb döküldüyü, küləyin sanki keçmişin sirlərini pıçıldadığı bir vaxtda Murad özünə söz verdi. Gəlin, bu dağların səsini dinləyək və oradakı sirri açıq-aydın edək. O, sırt çantasını hazırladı, içərisinə nəsillərin ötürdüyü kiçik bir kompas, köhnə bir xəritə və atalarının dediklərini xatırladan bir yazı dəftəri qoydu. Qədəm-addım irəliyə doğru getdikcə, kəndin səssizliyi, hündür dağların qoynunda dolaşan küləklə birləşir, sanki hər daş, hər ağac ona keçmişin izlərini söyləyirdi. Murad yol boyu həm tək, həm də tənhalıq içində irəliləyərkən, qarşısına çıxan hər bir əlamət ona keçmişin dərin nağılını xatırladırdı. Yolun kənarında əsrlərin tozunu üzərində daşıyan köhnə daş döşəmələr, sanki illərin ağırlığını və insan qəlblərində yığılan ümidləri əks etdirirdi. Hər addımda Murad özünü təkcə fiziki olaraq deyil, həm də ruhən bir səyahətdə hiss edirdi, çünki o, hər bir daşın, hər bir ağacın arxasında gizlənmiş, nəsillərin yaşadığı sevgi, kədər və mübarizənin izlərini daşıdığını düşünürdü. Nəhayət, günəşin ən yüksək nöqtəsinə çatdığı vaxtda Murad uzun illər əvvəl xəritədə işarələnmiş bir yerə, qoca dağın ətəyinə çatdı. Qoca dağ, kənd ətrafında əfsanəvi sayılan, sirlər və mistik hadisələrlə dolu bir məkan idi. Həmin dağın zirvəsi buludların arasında gizlənirdi və onun ətəyində yerləşən meşə insanın ruhunu sakitləşdirən, amma eyni zamanda cavabsız sualları da gündəmə gətirən bir aləmdə idi. Meşəyə daxil olduqda hər şey sanki başqa bir dünyaya çevrilmişdi. Yaşıl və qəhvəyi tonların hakim olduğu bu məkanda quşların nəcib səsi və ağacların hışıldayan yarpaqları Murada ürəyində gizlənən həyəcanı və ümid dolu arzunu canlandırırdı. O, meşənin dərinliyində bir neçə saat ərzində irəlilədikdən sonra uzaqda qırmızı daşlardan tikilmiş, unudulmuş bir abidənin qalıqlarını kəşf etdi. Abidə vaxtın sınağından sağ qalmış, amma eyni zamanda sirrini saxlamaq üçün əzmkarlıqla dururdu. Murad abidənin yaxınlaşan qapısına doğru ehtiyatla yaxınlaşdı. Qapının üzərində qədim ərəb yazıları və təsvirlər, keçmişin zəngin mədəniyyətini və dərin inancını əks etdirirdi. O, əlləri titrəyərək qapını açdı və içəri girdikdə uzun və dar bir dəhlizə doğru uzanan mərtəbəli otaqlarla qarşılaşdı. Hər otaqda illərin tozunu üzərində daşıyan əlyazmalar, eskizlər və qədim əşyalar, sanki bir zamanlar burada yaşayan insanların həyat hekayələrini danışırdı. Dəhlizin sonunda Muradın diqqətini çəkən nəhəng bir daş masa yerləşirdi. Masanın üzərindən bir neçə kitab, köhnə fəsillərlə dolu dəftərlər və əl yazısı ilə yazılmış məktublar vardı. Onlardan birini diqqətlə açan Murad oxuduqca başını qaldırıb düşündü. Bu yazılar keçmişin sirli izlərinin, ailə mirasını və bəlkə də o qədim xəzinənin açarını daşıyır. Yazıların arasında xüsusi bir dəftər vardı ki, üzərində ümidin səsi yazılmışdı. Bu başlıq Muradın ürəyindəki səsi daha da qüvvətləndirirdi. Sanki bu dəftər dağların səsini özündə cəmləşdirən, insan qəlblərinə işıq saçan bir açar idi. Dəftəri oxuyarkən Murad atalarının və kəndin uzun illərdir ötürülən əfsanələrini, sevgi və qədər dolu hekayələrini, həm də həyatda irəliləmək üçün lazım olan güc və inamı hiss etdi. Hər bir sətir ona keçmişin dərinliyini və gələcəyin ümid dolu imkanlarını göstərirdi. Yazıda deyilir, əgər sən ürəyinin səsinə qulaq asarsansa, dağların səsi də səni doğru yola yönəldər. Unutma, ən qaranlıq anlarda belə ümidin işığı sənin yolunu aydınladar. Bu sətirlər Muradın ruhuna dərin bir təsir bağışladı və o, həyatın mənasını və öz yerini tapmaq üçün daha da irəliyə getməyə qərar verdi. Abidədən çıxaraq Murad bütün kəşflərini və tapdıqlarını öz içində bir xəzinəyə çevirdi.
O, kəndinə qayıdaraq tapdıqlarını qədim dəftərin sətirlərində gizlənən hikmət və ümidləri, həmçinin dağların səsinin onun ruhuna verdiyi ilhamı bütün sakinlərlə bölüşmək istədi. Kəndin meydanında geniş bir toplanış təşkil edildi. Yaşlılar, gənclər və uşaqlar Muradın danışdığı hekayəni dinləmək üçün bir araya gəldilər. Onun səsi sakit, lakin dolğun və təsirli idi. Hər bir söz kənd sakinlərinin ürəklərində gizlənmiş ümidləri və itirilmiş xatirələri oyandırırdı. Murad, qoca dağın ətəyində kəşf etdiyi abidənin, onun içində gizlənən ümidin və keçmişin sirlərinin nə qədər qiymətli olduğunu izah edirdi. O, insanlara deyirdi, bizim hər birimizin içində bir dağ, bir güllə və bir səs var. Bu səs keçmişin izlərini, sevgi və inamın qüvvəsini daşıyır. Biz sadəcə ona qulaq asmalıyıq ki, həyatın ən çətin anlarında belə ümidimizi itirməyək. Kəndin hər kəsi Muradın sözlərində öz həyatının izlərini tapır, keçmişin dərslərindən və gələcəyin işığından ilham alırdı. Bu toplanışdan sonra Qızılqaya kəndində yeni bir ruh doğuldu. İnsanlar bir daha keçmişin acı xatirələrini qəlblərindən uzaqlaşdıraraq, bir-birinə daha çox dəstək olmağa, bir araya gələrək yeni ümid və arzular yaratmağa başladılar. Muradın kəşfi yalnız bir abidənin tapılması deyildi, o, kəndin hər bir sakinine həyatın mənasını, sevginin və inamın gücünü öyrətmişdi. Hər kəs öz qəlbindəki dağın səsini dinləməyi və o səsin rəhbərliyində irəliləməyi öyrənmişdi. Aylar keçdikcə Muradın dedikləri kəndin hər küncünə yayılmağa başladı. Gənclər keçmişin izlərini öyrənərək öz gələcəklərini daha aydın görməyə başladılar, yaşlılar isə illərin ağırlığını unutub, yenidən sevgi və ümidlə dolduqları günləri xatırlayırdılar. Hər axşam ulduzların parlaqlığı altında Qızılqaya kəndi sanki bir nağılın içində yaşayar kimi hər kəsin qəlbindəki səsi eşidirdi. O səs hər kəsə demişdi, həyat bizə gözlənilməz anlarda ilham verir, hər birimiz öz içimizdəki gücü kəşf etməli və o güclə yeni yollar açmalıyıq. Murad isə öz səyahətinin davamı olaraq dağların sirlərini araşdırmağa davam etdi. O, hər dəfə yeni bir iz tapdıqca özündə dərin bir xoşbəxtlik və məmnunluq hiss edirdi. Həyatın ən gözəl anlarının, ən qaranlıq gecələrin belə içində bir işıq daşıdığını anladı. Hər bir sətir, hər bir daş, hər bir ağac, hamısı insan qəlbinə toxunan, ona yeni ümidlər bəxş edən canlı şahidlər idi. Beləliklə, Qızılqaya kəndində başlayan bu hekayə sadəcə bir kəşf deyil, həm də insan ruhunun, ümidin və sevginin əbədi səyahətidir. Muradın tapdıqları və kənd sakinlərinin paylaşdığı hər bir hekayə gələcək nəsillərə ilham vermək, onların da öz qəlblərindəki səsi tapmaları və həyatın bütün çətinlikləri qarşısında inamla irəliləmələri üçün bir güzgü oldu. Hər bir insan öz içindəki dağın səsini dinlədikcə unudulmuş xatirələrini, sevinclərini və kədərini yenidən dəyərləndirdi. İndi Qızılqaya kəndi yalnız bir coğrafi məkan deyil, həm də hər kəsin ürəyində keçmişlə gələcəyin qovuşduğu, sirlər və ümidlərlə dolu bir aləmdir. Dağların səsi o əsrlərin ağırlığını və insanın içindəki sonsuz gücü izah edən əbədi bir ilham qaynağı olaraq hər kəsin həyatında öz yerini tapmışdı. İnsanlar bilir, nə vaxt ki qəlbinin dərinliklərindəki səsi dinləsələr, hər şey mümkün olar və ən qaranlıq anlarda belə ümid işığı heç vaxt sönməz. Beləliklə, Dağların Sırrı, Ümidin İzində adlı bu hekayə hər birimizin içində yaşayan, bəzən səssiz, bəzən isə güclü bir çığlıq kimi həyatın axışında öz yerini tapır. Hər addımda, hər baxışda dağların səsi bizi xatırladır. Həyatın hər anı, hər bir təcrübəsi, sevinç, kədər, uğur və çətinlik bizi daha da möhkəmləndirir və gələcəyə doğru ümidlə addım atmağa sövq edir. Muradın səyahəti yalnız bir gəncin dağlarda tapdığı qədim abidənin sirri deyildi. O, insanın öz içindəki gücü, inamı və ümidin əbədi izini tapması, keçmişin izlərini gələcəyin ümid dolu işığı ilə birləşdirməsidir. Hər birimiz öz qəlbimizdəki səsi dinlədikcə həyatın ən dərin mənasını və gözəlliyini kəşf edə bilərik. Qızılqaya kəndinin səmimi insanları bu səsin rəhbərliyində bir-birinə dəstək olaraq hər çətinliyə qalib gəlmək üçün birlikdə irəliləyirdilər. Beləliklə, bu əfsanəvi səyahət hər kəsə xatırladır ki, həyatda ən vacib olan ürəyimizin dərinliyində gizlənən səsi dinləmək, ona qulaq asmaq və onun göstərdiyi yolda addımlamaqdır. Hər kəs bilir ki, hər itki, hər kədər və hər çətinlik, nə qədər böyük olursa olsun, əslində yeni ümidlər və daha parlaq gələcək üçün bir başlanğıcdır. Dağların səsi hər axşam ulduzların altında Qızılqaya kəndinin dar küçələrində sevgi və inam dolu hekayələr danışırdı. Hər kəs bu səsin verdiyi ilhamla öz həyatında yeni səhifələr açır, keçmişin dərslərini və gələcəyin ümidlərini ürəklərinə yazırdı.
Beləliklə, Dağların Sırrı, Ümidin İzində adlı bu hekayə nəsillər boyu insanlara həyatın əsl mənasını, sevginin və ümidin gücünü xatırladan əbədi bir nağıl kimi yaşayacaqdır. Və Muradın səyahəti təkcə dağların qəlbində gizlənmiş sirləri tapmaqla bitmədi, o, həm də hər kəsə öz içindəki gücü kəşf etmək, keçmişlə gələcəyi birləşdirərək daha yaxşı bir dünya qurmaq imkanı verdi. Bu səs hər zaman bizə demişdi, unutmayın, ən qaranlıq gecənin sonunda belə ümidin işığı səni gözləyir. Beləliklə, Qızılqaya kəndində başlayan bu səyahət hər bir insanın ürəyində bir işıq, bir səs olaraq yaşadı və gələcək nəsillərə sevgi və inam dolu bir his olaraq ötürüldü. Dağların səsi insan qəlbinə toxunan, hər kəsin içindəki dərin izləri və sarsılmaz ümidləri yenidən canlandıran bir pıçıltı idi və o pıçıltı əbədi olaraq bizə həyatın ən gözəl anlarını yaşatmağa davam edəcəkdi.